2 yaşlı qız meyitdən köçürülən qaraciyərlə yaşayır. Mənzər Şükürova Azərbaycanda meyitdən orqan transplantasiya edilən ilk insanlardandır. Xəzər xəbərə danışan Mənzər Şərifova deyir ki, 2 il öncə birdən-birə səhhətində ciddi problemlər başlayıb. Həkimə gedən zaman isə ona ağır qaraciyər sirrozu diaqnozu qoyulub. Halsız idim. Gəzə bilmirdim. Biraz gəzirdim, otururdum. Həmiz halım. Rəngim saralırdı, solurdu. Rəngim halım dəyişirdi. Yatırdım ancaq. Halım vəbşim yox idi, gəzməyə falan. Şişkinlər baş verdi. Qarnım şişdi. Getdim həkimə. Həkimə dedi, bəs qaraciyərin sirrozdur. ABC bütün var idi hamısı. Qaraciyər tapılmasa öləcəksən. Başladıq müalicələrə. Mənzərin həyatla mübarizəsi bundan sonra başlayıb. Beləcə 2 il müddətində ağır müalicələr və puça çıxan ümidlər. Ta ki, fevral ayında gələn o zəngə kimi. 2 il müalicə apardım. Qohum gəldi, tanış gəldi, dost gəldi. Heç birinin ciyəri düşmədi mənə. Beləcə halım get-gedə pisləşdi. Saat axşam 12 radələrində mənə zəng gəldi. Getdim xəstəxanaya. Həkim dedi ki, bəs vəfat edən bir insan var. Orqanların bağışlayıb insanlara. Məndən başqa insanlar da gəldi ora. Hamımız bir analiz verdik. Bir mənə düşdü, bir dənə də bir oğlan var idi, ona düşdü. O istəmədi, mən istədim. Allah rəhmət eləsin o donor verən oğlanı. O olmasaydı bəlkə də indi həyatda olmazdım. Dediyinə görə, qaraciyər ona köçürülən şəxsin adını, özünü, hətta ailəsini belə tanımır. Mən bir ömür ona duacıyam, öz orqanlarımı bağışlayıb, bağışlamasaydı mənə öləcəkdim. Onun sayəsində nəfəs alıram, yaşayıram. Onu da Allah rəhmət eləsin, ailəsinə də minnətdaram. Tanımıram, bilmirəm, kimdir, bilmirəm. Allah razı olsun. Onun orqanını daşıyıram. Məni tanımadan, bilmədən həyata qaytarıb. Mənzər Şükürova deyir ki, donorunun və həkiminin sayəsində indi normal həyata qovuşub. Beləliklə bir insan həyatdan köçsə də başqa bir insana həyat bəxş edib. Ruzanna Kərimli, Aydın Bayramov, Xəzər xəbər.